Bizim məhkəməmiz bugün təxirə salındı 2 iyula. İnşallah mənim istədiyim sadəcə odur ki, ədalətdir. Və ümid edirəm ki, mən burada cənab prezidentimizə səslənirəm. Mehriban xanım Əliyevəyə səslənirəm ki, inşallah mənim işimə ədalətli baxınlar. 4 dənə evladım var, 4 də mənim himayətimdədir. Bir oğlum autizm xəstəsidir. Çox danışa bilmirəm. Mən sadəcə istəyirəm ki, mənim məhkəməm ciddi nəzarətə götürülsün. Yəni, mən özümü sübut eləyə bilim ki, mən suçsuzam. Başqa mən nə deyə bilərəm? Bəs indiki məhkəmədə nə deyildi? İndiki məhkəmə təxirə salındı. İnşallah ayın X-i son məhkəməm olacaq və orada qərar veriləcək. Artıq neçə aydır bu iş gedir? Hadisə olub 1 il öncə. Şikayət olunub məndən 6 ay sonra. Yəni, mən 6 ay sonra öyrənmişəm ki, məndən şikayətçidirlər. Hadisədən 6 ay sonra şikayət olunub. İş gedir artıq dekabrın 5-dən 6 aya yaxınında iş gedir.